25-ci il arxada qaldı. Bu ildə ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə Prezident İlham Əliyev xalqa müraciətində nə kimi prioritetlər müəyyənləşdirdi? Hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Salam əskər! Qlobal mərkəzlərlə fəal siyasi dialoq Azərbaycanın beynəlxalq nüfuzuna hansı impulslar gətirir? Dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Nəqliyyat logistika hubuna çevrilen Azərbaycan, regional coğrafiyada niyə vazgeçilməz aktor sayılır? Növbəti dayanacaq Zəngəzur. Azərbaycanın qurduğu Zəngəzur dəhlizi həm də Naxçıvanı ana vətənə bağlayır, Avropadan Çinə qədər uzanan böyük bir xəritəni dəyişir. Bu yolun növbəti dayanacağı Mərkəzi Asiyanın nəhəng tranzit qovşağı. Qazaxıstandır. Bəli, Orta Dəhlizin əsas tranzit qovşaqlarından biri olaraq buradan yük konteynerləri Xəzər dənizinə doğru hərəkət edir. Bu marşrut Orta Dəhlizin Azərbaycandakı əsas dayanacağıdır və yüklərin Çindən Avropaya yol almasında əsas həlqədir. Beləliklə, Çindən başlayan yol Türkiyədən keçərək Avropaya qədər uzanır. Avropa İttifaqı ölkələri Zəngəzur dəhlizinə ikinci həyat kimi baxır. ABŞ bu dəfə regiona hərbi siyasi proseslər məkanı kimi deyil, iqtisadi inteqrasiya zonası kimi yanaşır. Armenia, we've seen Azərbaycan. Bu Bakı üçün də, Vaşinqton üçün də, İrəvan üçün də çox yaxşı xəbərdir. Zəngəzur Corridor. Zəngəzur dəhlizi Azərbaycanın iki hissəsini deyil, daha geniş bir coğrafiyanı birləşdirən kritik bir əlaqə nöqtəsi yaradır. Cannot be realized. Bəs uğurlu maraqlar balansı yaradan Bakının enerji diplomatiyası necə irəliləyir? Melendunyo qaz qəbulu stansiyasına gün ərzində 25-30 milyon kubmetr arası Azərbaycan qazı daxil olur. Bu məntəqə qazın Snam şirkətinə, oradan da İtaliyanın milli şəbəkəsinə ötürüldüyü nöqtədir. Azərbaycandan qaz qəbulunun artırılması xüsusi əhəmiyyətə malik. Qarabağ və Şərqi Zəngəzurda müasir dövrün ən iddialı bərpa quruculuq strategiyası necə reallaşır? 32 kənd, qəsəbə və şəhərdə keçmiş köçkünlər yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır. Allah neçə aydır? 13 günlük. 13 günlük. Bəli. Maşallah. Salam, xoş gəlmişsiniz Kərcan qəsəbəsinə. Gələn ayaqlarınız var olsun. Bəs Böyük Qayıdış proqramı çərçivəsində doğma yurd yerlərinə qayıdanlar gələcəyə hansı ümidlərlə baxır? Salam əleykum. Salam, xoş gəlmisiniz. Gözəl var. Gözəl günlər açıqdır. Eviniz necədir? Yaxşı. Qəşəng. Artan iqtisadi resurslar və 2026-cı ilin memarlıq və şəhərsalma ilə elan olunması dayanıqlı inkişafa hansı fürsətlər vəd edir? Rusiya-Ukrayna müharibəsinin yeni mərhələsində nələr gözlənilir? Mən 8 müharibəni həll etmişəm və bu ən çətin olanıdır. Amma düşünürəm ki, bunun öhdəsindən gələ bilərik. 20 maddədən ibarət sülh planı 90%, ABŞ-Ukrayna təhlükəsizlik zəmanətləri 100% razılaşdırılır. Dünya yeni ilin gəlişini necə qarşıladı? Bu və digər sualların cavabı həftə verilişində.